Sizləri salamlayırıq. Bugünkü qonağımız Meyxana TV Orxan səhifəsinin qonağı, illərin sənətkarı, meyxana ustadı Umud Nigaran. Umud, xoş gördük səni. Xoş gördük Orxan. Vəziyyət, keyf hal. Sağ ol, Allah razı olsun. İlk növbədə Meyxana TV kanalına uğurlar arzulayıram. Allah köməyin olsun. Geniş kütlə arzulayıram sənin kanalı var. Bütün izləyiciləri salamlayıram, uğurlar arzulayıram. Allah köməyin olsun. Umud, iki dənə sualımız olacaq sənə. Meyxananın vəziyyəti nə yerdədir bugünkü gündə? Meyxananın vəziyyəti, belə deyək də, bu barədə çox suallar olur. Yəni, mən öz prizmamdan, öz baxış bucağımdan deyim sizə. Meyxana öz yerindədir, olduğu kimidir. Ancaq daşıyıcıları dəyişib də, demək olar ki, nəsildən nəsilə ötürülüb. Allah ölən şairlərimizə rəhmət eləsin, qalanlara can sağlığı versin. Meyxana, belə deyimlər olur ki, çox izləyirəm, baxıram, hamı deyir ki, meyxana uçuruma doğru gedir, meyxanada nəmin, belə oldu, elə oldu. Mən bu fikirlərlə razı deyiləm. Meyxana inkişafdadır. Yəni, 10 il, 15 il qabaqlar bu vəzinlər yoxdur. Məsələn, söz quruluşları dəyişib, cümlə quruluşları dəyişib, şairlər get-gedə savadlanıblar. Meyxananın bu tərəfi inkişafdadır. Amma belə götürək ki, hansı bir sənətdə inkişaf olurdu, orada qüsurlar da çoxalır. Meyxana deyənlərin daşıyıcılarında səhnə qabiliyyəti zəifləyib. Bu da nədən əmələ gəlir? Əvvəl meyxana deyəndə oturardıq, belə bir deyim var da. Məsəl üçün, mən YouTube'da baxanda köhnə meyxanalara baxıram. Niyə görə baxıram köhnə meyxanalara? Köhnə meyxanalar söz etibarı ilə bir qırağa qoyaq. Köhnə meyxanalarda səliqə, səhman, rəqiblər bir-birini gözləyirdi. O eşidirdi ki, bu nə deyir, bu onun cavabını verirdi. Amma indi belə gətirək, yaxşılarından uzaq, yaxşı sənətkarlarımız var, dostlarımızdır, qardaşlarımızdır. Meyxana deyənlər var ki, ədəbsizlik edirlər meyxana deyəndə. Allah qəni-qəni rəhmət eləsin Aydına, yəni xırıltılı səslə deməyi, biraz agresiya ilə deməyi Aydın gətirdi bu sənətə. Amma o demək deyil ki, hamı elə agresiya ilə desin. Rəqib rəqibi gözləmir. Ustad sənətkar meyxana deyir, ustad sənətkarın sözünü kəsir, onu acılayır, olmaz, belə şeylər gərək qaydasında olar. Allah köməyin olsun. Umud, sən də əvvəllər məclislərdə, meydanlarda çox görünürdün. Amma bu aralar görünmürsən, məclislərdə görünmürsən, meydanlarda yoxsan. Bu nədən irəli gəlir? Bir dənə sizə zəhmət. İndi onun da bir açıqlamasını verim. Xiridarlarda elə bir təsəvvür yaranıb ki, kim toy bazarındadır, kim gündəmdədirsə, gündəmdədir, gündəmi zəbt edibsə, meyxanada olardır. Xeyr, bu yanlış fikirdir. Elə meyxana deyənlər var ki, toy bazarında deyirlər, gündəmdə deyirlər, reklamları yoxdur. O demək deyil ki, onlar meyxananı tərk edirlər. Saysız hesabsız belə meyxana deyənlər var, gözəl meyxana deyirlər. Hər kəs öz, necə deyərlər, hər kəs öz yaradıcılığını davam elətdirir. Amma o demək deyil ki, o toy bazarında deyilsə, bu meyxananı tərk edib. Biz məsəl üçün tanıdığımız meyxana deyənlər, gündəmdə olan meyxana deyənlər ki, bu günləri var. Onlar məsəl üçün 5 il, 6 il bundan qabaq gündəmdə deyildilər. Məsəl üçün, mənimlə yaxın olan dostlar, qardaşlar var. Bir yerdə başlamışıq sənətlə. Bir ara onlar heç bir sənətdə idilər. Amma məsəl üçün, gündəmdə deyildilər. Bugün onlar gündəmə düşüblər, gündəmə qalxıblar. Bəs 5 il, 10 il qabağı hara qoyaq? Bu sənətdə fəaliyyətdədir. Bir də ki, meyxana deyənlərə mən tövsiyə edərdim. Bu yağları dedim, sözüm yarımçıq qaldı. Üzrlü sayı sualı dəyişdim ona görə. Mən Allah qəni-qəni rəhmət eləsin, böyük ustadımız. Həzi Kərimlə birinci mən meyxana deyəndə, Kərim mikrofonu götürəndə mən bir addım dala çəkildim. Yəni, bu həyəcan deyildi. Sadəcə olaraq hörmət idi, izzət idi. Yəni, məsəl üçün, Ağamirzə ilə tutaq ki, mən meyxana deyirəmsə, mən elə söz gəlir, mən onu Ağamirzəyə deyə bilmərəm. Çünki yaş həddi var, yaş hüddi var, səliqə, səhmanı görə. Ancaq qışqırmaqla meyxana demək lazım deyil. Valla məndən azıqlı meyxana deyən yoxdur, amma bu günlərə baxıram ki, elə agresiya ilə meyxana deyirlər ki. Məsələn, o günlər bir epizod mənim qabağıma çıxdı, illərin sənətkarıdır, Allah ona can sağlığı versin. Mehman Əhmədli meyxana deyir, bir cavan oğlan da tanıyırsınız, adını demək istəməm,
Mehmanın sözünü kəsir, 5 dənə dalbadal deyir, 6 dənə dalbadal deyir, Allah can sağlığı versin. Mənim onu aşağılamaq fikrim yoxdur, gözəl sənətkardır. Amma sənətkara sənətkar kimi hörmət eləmək lazımdır. Düzdür, Bu düzdür. günləri tutaq ki, mən oxuyuram, illərin sənətkarı muğam oxuyan, tutaq mən muğam oxuyanam. Dalbadal oxuyum, ona imkan verməyim, bu düzgün söz deyil. Bu düzgün şey deyil. Hər şey qaydasında, çərçivəsində olmalıdır, gözəl olmalıdır. İndi qayda əvvəlki sualı var, ikinci sualı var. Yəni gündəmdə olmayan, bu gün mən toy bazarında yoxamsa o demək deyil ki, mən meyxananı tərk eləmişəm. İndi ola bilər mən reklamda biraz o belə deyək də, tutuzdurmaq bir qaydası var. İnsan var ki, məsələn, tutuzdurub bu günləri, hər aşığın öz dövranı var. Hər aşığın öz dövranı var. Məsəl üçün, bu günləri gündəmdə olan meyxana deyən, ola bilər ki, 3 ildən, 5 ildən sonra ola bilər ki, o gündəmdən çəkilsin. Əsas məsələ odur ki, sənətkar olaraq olmalıdır ki, sənətkarda. O sənətkar bu gün var ya yoxdur. Meyxana ustadlarımız var, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Aydına, Allah rəhmət eləsin Vüqara. Onlar bu günləri yoxdurlar. Amma sənətləri yaşayır. Allah Rəşad qardaşımızın qapısını açsın. Bu günləri meydanda olmasalar da, olan sənətləri yaşayır. Demək, onlar sənətkar kimi sənətə xidmət edirlər. Bütün sənətkarlara bunu arzu edirəm. Sənətkar kimi elə sənətdə yaşasınlar həmişə, inşallah. Umud, indi 2 dəfə, 3 dəfə meyxana istəyənlər addan qoyurlar xiridar. Hər yerə gedənə xiridar. Bu barədə nə deyə bilərsiniz? Belə deyək də, xiridarlardan bu günləri demək olar ki, narazıçılıq çoxdur. Allah təmiz xiridarların canı sağ eləsin, sözüm onda yox, burada istisnalar var. Xiridarların çoxu mən deyir ki, xiridaram, amma xiridar sözünün mənası nədir? Hətta xiridar sözünün mənasını bilmir. Ən güclü meyxana deyən belə, meyxananı deyirsə, ola bilər ki, elə bir meyxana deyən yoxdur ki, hər bir bəndi, hər bir kupleti ideal deyir. Elə bir şey yoxdur. Yəni, hər bir meyxana deyənin zəif cəhəti də var, yüksək cəhəti də var, üstün cəhəti də var. Meyxana deyən mikrofonu əlinə götürür, birinci sözü deyir, xiridar başlayır qışqırmağa. Amma axırını nə deyəcək fikirləşən yoxdur. Qoy bir axırını desin, görək bu nə cavab verir, bəlkə təkrar eləyəcək, bəlkə bir söz deyəcək sirətifə düşməyəcək, bəlkə keçməyən bir söz deyəcək. Xiridarlar bu saat sözə yox. Bu saat şəxsiyyətə pərəstiş var. Əvvəllər belə bir şey vardı. Əvvəllər məsəl üçün bizim dövrümüzdə belə bir şey vardı. Kimsə toya meyxana deyən çağırırdısa, o yaxşı meyxana deyən çağırırdı. Seçirdi ki, 10 nəfərdən kim yaxşı meyxana deyirsə onu çağırır. İndi tam əksinədir. İndi reklamı olan şəxsi meyxanaya çağırırlar. Əfsus ki, o qədər gözəl meyxana deyənlər var ki, valla xiridar deyilən şəxslər onu tanımır. Düzdür. Allah köməyin olsun. Umud, sən də 2002-ci ildə, üzr istəyirəm, 2002-ci ildə Degəlsin yarışmasında iştirak eləmişsən, 3-cü yer qalibiyyətini əldə eləmişsən. Oktay Kamillə söhbətdə çıxışın olub, ağır qafiyələrin olub. Bu barədə də biraz izləyicilərə məlumat verərdin. Bu barədə mənə çox suallar olur. Məsələn, toy məclislərində. O yarışmadır, o yarışmanın özünün üslubu var, özünün qaydası var. Məsəl üçün, suallar olur ki, mənə, məsəl üçün, Oktay necə meyxana deyəndir. Mən bunu həmişə demişəm, Oktay birinci növbədə mənim dostumdur, qardaşımdır, Allah ona can sağlığı versin. Bu yarışmadır. Ola bilər ki, bu günləri mən Oktaydan üstün deyirəm, ya sabah Oktay məndən üstün deyir. O demək deyil ki, Oktay zəifdir, ya Umud güclüdür, Umud zəifdir, Oktay güclüdür. Hər bu meyxana təbdən asılı olan bir şeydir. İnsanın, rusların bir sözü, nastreniyadan asılı olan bir şeydir. Ola bilər ki, bu günləri mən güclü deyirəm, sabah o zəif deyil. Orada mən deyirlər ki, məsələn, sən Oktaya çox ağır bir qafiyə tutmuşdun. Mən vəzin cəhətdən heç bir ağır qafiyə tutmamışdım orada. Yəni, adi deyilən bir qafiyə idi. Orada mən rədfi gizlətmişdim, sözü gizlətmişdim. Bir meyxanadır, həmin günü Oktayda məsəl üçün alınmadı, deyə bilmədi. Həm də ki, mən orada bunu eləməyə məcburdum. Çünki niyə görə məcburdum? O yarışmanın o vaxt üslubu buydu. Yəni, 10 dəqiqə, 15 dəqiqə nəsə üstəliyirdin, keçirdin, məsəl üçün. Mən də bunu özümə uyğun gördüm, özümə belə
əlverişli oldu, bunu elədim, qalib gəldim. O demək deyil ki, uduzan şəxslər məsəl üçün bu günləri uduzdu. Məsəl üçün Oktay indi Allaha şükür, məsəl üçün reklamdadır, gündəmdədir, Allah ona köməyi olsun. Məsəl üçün o vaxtı bizim digərsində iştirak edən sənətkarlar vardı, Allah onların can sağlığı versin, Allah bu qardaşımıza rəhmət eləsin. Məsələn, Qara Tərlan o vaxt bizimlə iştirak edib, gözəl meyxana deyəndi. Ruslan Müşfiq Abadlı mənim dostumdur, qardaşımdır. Ruslan Müşfiq Abadlı o yarışmada Tərlanla yarışmada məğlub olmuşdu. Amma bu günlər Ruslan maşallah gündəmdədir, yaxşı meyxana deyəndi. Elə əvvəldən də yaxşı meyxana deyəndi bizim qardaşımız. Yəni o həyat təcrübəsi, sonra sənət hər şey digərsindən asılı olan bir şey deyil. Sonra sənin fəaliyyətini göstərir. Məsələn, bu gün iki futbol komandası oynayır. Biri məğlub olur, biri udur. O demək deyil ki, elə bu komanda oynaya bilmir. Yəni bu belə işlər var. Digərsində də olurdu. Pərdə arxası məsələn orada işlər vardı. Pərdə arxasını görməyənlər deyir ki, bunu sən niyə belə elədin? Sən niyə belə elədin? Orada çox gərginliklər vardı, çox mübahisəli məqamlar vardı. Ona görə də bunlar yaranmışdı. Allah köməyin olsun. Bu meyxana aləmində özünə rəqib kimsəni bilirsən, tanıyırsan? Bu rəqib bilirsən, çoxları məsəl üçün rəqib niyə görmürəm ki? Hamının rəqibi var, hamıdan gözəl meyxana deyən var. Bu biraz hamı işlədir ki, bu sözü mən özümə rəqib görmürəm. Bu əslində təkəbbürlüdür. Yəni elə bir şey yoxdur ki, mən özümə rəqib görmürəm. Elə bir şey heç vaxt yoxdur. Yəni səndən də gözəl meyxana deyənlər var. Ola bilər ki, səndən qat-qat zəif meyxana deyən hansısa bir qafiyədə səni üstələyə bilər. Elə bir kuplet deyə bilər ki, elə bir bənd deyə bilər ki, sənin bütün qafiyədə işlətdiyin sözləri apara bilər. Yəni heç kimə yuxarıdan aşağı baxmaq olmaz. Rəhmətli Məşəd babaya sual verdilər ki, kimdən qorxursan? Deyirdi, zəif deyəndən. Çünki zəif deyən elə bir ola bilər ki, elə bir söz deyə bilər ki, gözləmədiyin halda sənə bir söz. Əslində rəqib mən özümə görürəm ki, məsələn, neçə illərdir meyxanada. Mən meyxana aləmində Allah qəni-qəni rəhmət eləsin, Nizami Rəmzi Allah rəhmət eləsin. Meyxana deməmişəm. Yəni mənim yaşım ona görmür, yaşım düşmür. Rəhmətli Ağa Səlimlə də söhbət eləmişik, oturmuşuq, danışmışıq. Rəhmətli Ağa Səlimdən amma meyxana deməmişim. Qalan bütün meyxana ustadlarına demək olar ki, hamısına meyxana demişəm. Məsələn, əsasən meyxana dediyim dostlar, qardaşlar, məsələn, Sumqayıt şəhərində Elnur Ağdamlıdır, Məhəmməd Fədadır, Fuar qardaşımdır, Kərbəlayı qardaşımdır, ehtiramdır, intiqamdır. Məsələn, Allah rəhmət eləsin, qəni-qəni Aydınıdır, Allah rəhmət eləsin, Vüqarıdır. Allah qapısını açsın, Rəşad qardaşımızdır. İndi ola bilər kimisi adını çəkmirəm, incilik olmasın, hamısı bir-biri yada düşmür. Hamısı gözəl rəqibləridir, hamısı da Allah'a şükür güclü rəqibləridir. Mən şəxsən həmişə istəmişəm ki, güclü rəqiblə meyxana deyəm. Çünki güclü rəqiblə meyxana demək adama didizdirir. Güclü rəqib, onun olan potensialı, onun olan adi bir şey deyək də, məsələn, belə bir şey deyək, bir meyxana deyən var, ola bilər ki, usta yaxşı meyxana deyə bilər, amma musiqidən başı çıxan şəxslər bunu gözəl bilir. Əlinə mikrofonu götürür, nə ritmə düşə bilir, nə muğama düşə bilir, aləmi qatır bir-birinə. Sən onunla meyxana deyə bilmərsən, o alınmaz. Sənin söz balansınla bir yerdə sənin musiqi savadında olmalıdır, publikaya işləməyi də bacarmalısın, optun olmalıdır da, belə gör, təcrübə. Azərbaycanda təcrübən olmalıdır sənin ki, sən bunu, necə deyərlər, cəmaatı çatdıra biləsən, cəmaatı doyuzdura biləsən bir sözlə. Allah sən köməyin olsun. Umud Allah canı sağ eləsin. Allah köməyin olsun. Bir ara Umud, bu meyxanada da biraz bölünmələr oldu, söhbətlər oldu, meyxana və bədiyyə söhbəti. Bugünkü gündə səndə meyxanadır yoxsa bədiyyədir? Belə deyək də, bir dostumuzun müsahibəsinə qulaq asdım, o deyirdi ki, bu barədə çox danışmaq olar, amma heç nə danışmır, deyir, görünən dağı nə bələdçi, bu düz deyir, görünən dağı nə bələdçi. Belə deyək, birinci, bədiyyə deyilən bir şey yoxdur demək olmaz. Bu bədiyyə deyil, birinci bunun adı bədihəccüdür. Bədihəccüdür, yəni bunu ispat edirsənsə, bunu savadlı tərəfdən birinci oxumaq lazımdır, bu bədihəccüdür. Belə deyək də, bədihəccüda, bədahətən deyilən söz deməkdir. Bunu mən qısa konkret bir cavab verirəm. Bədahətən deyilən söz aşıq sənətində də var, meyxanada da var, repdə də var, amma ayrılıqda hər sənətin öz adı var.
Belə götürək, loru cavab verirəm. Hamımız insanıq. Amma sənin adın Orxandır, mənim adım Umuddur, o birisinin adı Elnurdur, Fuaddır, Əvəzdir. Hər kəsin ayrılıqda öz adı var. Bu sənətin də adı meyxanadır. Mən bunu meyxana kimi tanıyıram. Allah kömək olsun, mənə kimsə dalınca danışmağa niyyətim yoxdur. Bədiyyə deyən qardaşlar da bu bədiyyə kimi onlar qəbul edirlər. Onların öz fikridir, Namiq mənadır, Gülağadır, Balabəydir. Bunlar da mənim dostlarım, qardaşlarımdır. Mən onları Namiq məna, bizim Allah kömək olsun, böyük ustadımızdır. Meyxanada məndən kim qabaq sənətə başlayıb, bir Allah'a rəhmətliklərin adını çəkdim, qalanlara can sağlığı olar. Hamısı bizim ustadlarımızdır. Mən Namiq mənanı meyxana ustadı kimi qəbul edirəm. Balabəydir, Gülağadır. Mən bunları meyxana deyən kimi tanıyıram. Çünki bu sənət mənim üçün meyxanadır. Allah kömək olsun. Allah razı olsun. Umud, bir ara sizin də bir qafiyəniz çıxdı. Elnur Ağdamlı idi, Məhəmməd Fəda idi, bir də sən İHA qafiyəsi. Bu klasformalarda biraz çox tənqid olundu bu qafiyə. Bu nə deyə bilərsən bu barədə? Salamlayıram Elnur qardaşımı da, Məhəmməd qardaşımı da. Bu barədə onu deyə bilərəm ki, bu yəni düzdür, tənqid gözəl bir şeydir, tənqiddən nəticə çıxarmaq lazımdır. Amma yaları biz bu barədə danışdıq. Xiridarın zövqü söhbəti var. Yəni xeridar toyda biz nəyi tələb edirsə, biz də onu deyirik. Məsələn, insanlar olub ki, mənə zəng ediblər ki, Umud, sənin filan meyxanaya baxdıq YouTube-da, məsələn, Fobla idi. Buna deyirəm ki, qardaş, o YouTube-a girəndə, o HİHA qafiyəsindən başqa mənim orada şeirlərim var, mənim orada gözəl meyxanalarım var. Sən Qarabağ şeiri var, məsəl üçün, bir satirik şeirlər var. Sən ona qulaq asmırsan, sən HİHA-ya görə mənə zəng edirsən. Demək, sən də ona qulaq asırsan. Yəni elə xiridarlar var ki, onların zövqü onu tələb edir. Toyda onu tələb edirdilər. Yəni o qafiyəni Elnurdan istədilər. O qafiyənin tarixi qədimə köklənir. O qafiyə o vaxtı deyilib rəhmətli Aydın idi, rəhmətli Vüqar Coratlı idi, mən idim. Xırdalanda o qafiyəni vermişlər. O qafiyə belə idi. Gəldi qarə bir əcdaha, hiha, hiha. Ümid qalmayıb sabaha, hiha. Sonra o qafiyəni başqa cür bizə istədilər. Elnur o qafiyəni başqa cür tutdu. Yəni o toyda o qafiyəni istədilər, Elnur o qafiyəni tutdu. Yəni orada biz toyu aparmağa girmişiksə, toy sahibi nə istəyirsə, biz onu borcumuzdur, yəni çatdırmaq toy sahibinə. Biz yəni toy sahibindən toy danışmışıq, toya getmişiksə, onu çatdırır. Düzdür, mən razıyam, tam tənqidlərlə razıyam. Meyxanada elə şeylər də olur, belə də olur. Qüsursuz heç bir şey yoxdur. Əgər qaldı nəsə bir sənət əsərinə şeydə, onlardan bizdə də var. İndi inşallah bir qəzəl deyəcəm, inşallah onu da çəkərsən. Yəni görsünlər ki, biz də bunu bacarırıq. Buyurun, inşallah. Allah kömək olsun. Bir ləhzə rəhm eyləməz, yarım cəfa eylər mənə. Bir ləhzə rəhm eyləməz, yarım cəfa eylər mənə. Eşq edirsə təqsirim, zülmü bica eylər mənə. Xəstəyəm cananimə, söylə şəfa etsin deyə, ləli gövhərdən navab busə əta eylər mənə. Dərdimdən daş könüllü, dilbər nə halə düşmüşəm, ərz edən dərdim nədir, zalim vəfa eylər mənə. İntizarım dərmanı səbirdir, ol cüda məndən, qeyri bir əlacım yox, ölümüm şəfa eylər mənə. Səbir etsəm çünki fəna eşqə, zülmə, qovğalərə, vəsli nasıl olduqda ömrüm vida eylər mənə. Dərdinin şəfaətin umud böyük həqdən dilər, yarıdan əl üzmüşəm, rəhmi xuda eylər mənə. Yarıdan əl üzmüşəm, rəhmi xuda. Allah kömək olsun. Allah var eləsin. Umud, çox sağ ol. Dəvətimizi qəbul elədin, gəldin. Allah razı olsun. Allah kömək olsun. Mən də sənin bu kanalıma təkrarsızlıq olmasın. Bol-bol uğurlar arzulayıram. Çox sağ ol, minnətdaram. Tamaşaçı, izləyici arzulayıram sənə. Allah işləri babam da eləsin. Çox sağ ol. Sağ ol. Allah kömək olsun.